Azərbaycanda maaşı 10.000 manat olan iş yeri boş qalıb, gedib işləmək istəmir vətəndaşlar. Açığı bu xəbəri oxuyanda özümə də çox təəccüblü gəldi ki, bu hansı işdir ki, 10.000 manat maaşı var və vətəndaşlar gedib müraciət etmirlər. Xəbəri oxumaq istəyirəm, əziz izləyicilər. Demək, işə götürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya iş yeri mövcuddur. Qeyd olunan vakansiyalar üzrə ən yüksək əmək haqqı 10.000 manat, ən aşağı əmək haqqı isə 400 manat təşkil edir. İşsiz və iş axtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya dost mərkəzlərinə yaxınlaşa bilərlər. Yaxınlaşın iş axtaran izləyicilər, gedin görün o 10.000 manatlıq maaşı olan iş hansı işdir, nə işdir ki, belə boş qalıbdır. Mən ümumiyyətlə zaman-zaman baxıram bu izləyicilərin yazdıqları işlə bağlı elana. Deyirlər, gedirik, normal iş vermirlər, normal maaşlı iş olmur. Ona görə oradan iş tapa bilmirik. Çox maraqlıdır, əziz izləyicilər. Siz bu iş üçün müraciət edib normal bir işlə təmin olunubsuzmu? Yəni, aranızda belə bir vətəndaş varmı? Varsa yazsın, görək hara müraciət etdi və nə qədər maaş təklif olundu, ona öyrənmək istəyirik. Yadınızdadırsa, bir müddət əvvəl bizim deputatlardan biri müsahibəsində demişdi ki, Ceyhun Məmmədov ki, iş var, insanlar işləmək istəmirlər. Necə bir iş var? Baxın, İslamda çox gözəl bir söz var, özünə rəva bilmədiyini başqasına məsləhət görmə. Bəli, işlər var. Məsələn, marketlərdə satıcı işləri var, kassir işləri var, nə bilim, restoranlarda qabiyan iş var. Necə bir işdir? 10 saat, 12 saat ayaq üstə durmaq və 300-400 manat maaş. Bəli, belə işlər var. Amma bu nə qədər insaflı işdir? 10 saat, 12 saat ayaq üstə dur, ayın sonunda 400 manat, 450 manat maaş al. Məsələn, bu işləri təklif edən adamlar özləri gedib bu işdə işləyərlərmi? Yaxud övladlarınızın gedib 10 saat, 12 saat ayaq üstə durub 400-450 manat maaş almağına razı olarlarmı? Razı olarlarmı? Razı olarsınızmı sizcə? Niyə bəs başqasının balasına bunu rəva görürsünüz? Mən çox istəyərdim ki, parlamentdə bax, bu məsələ müzakirə çıxarılsın. Nəyə görə bir işçi 10 saat, 12 saat ayaq üstə işlədilir? Nə üçün? Niyə belə bir əmək istismarına yol verilir? Həm də hamının gözü görə-görə yol verilir. Bir market deyil, iki market deyil, bir mağaza deyil, iki mağaza deyil. Mən mağazalar haqqında danışıram, izləyicilərimiz yazır, Könül xanım, restoranlarda da eynidir vəziyyət. Niyə bu zülmü insanlara edirsiniz? Nə üçün? Yəni, Allahdan qorxmursunuzmu? Düşünmürsünüzmü bir gün sizin başınıza gələ bilər? Baxın, gözəl bir söz var. Girmə məzlumun ahına, çıxar ahəstə-ahəstə. Və çıxacaq, bilirsinizmi? Əmin olun, bir gün, bir ilahi ədalət var ki, bir şəkildə qarşınıza çıxacaqdır.